Kəmalə Günəşlinin oğlu Rəşid kişi canlı yayında anasının etdiklərinə tanınma yollarına görə qınanıldı və qarşı tərəfi təhqirə keçdi. Gəlin videoya baxaq. Anasının dalı ilə fəxr edən Görünür, çox saf uşaqsan. Özün pul qazana bilmirsən deyə məcbursan səni anan saxladığına və anan olduğuna görə hər şeyə göz yumub adını sənət qoyasan. Adağı olması heç nə Biz yoxdur. o birisi gündəmdə olduğu məsələlərdə, misal üçün, nə istəməzsən ki, mama eləməsin? Vallahi elə istəməyəcəyim bir şey yoxdur. Yəni Papa evdə mama ilə Ardəmin söz-söhbət olmur bu show biznes qalmaqallarına gözləyir. Olmur belə şey? yox. Yəni mən ümumiyyətcə necə deyim, elə şeyə qarışmıram. Çünki yəni sənət adamdır. Yəni Ay ya, sənət adamında show bizneslərdə qalmaqallar olur. Bəzi məqamlar olur ki, ona mən qarışa bilmirəm. Amma bura Azərbaycandır. Burada milli mənəvi dəyərləri, etik qaydaları qoruyan, sahib çıxan kişi və qadınlar çoxdur. Ona görə də anan kimi arxasını reklam edərək gündəmə gələnlər həmişə qınanılacaq. Rəşid kişi, gözləmə ki, özün qəbul edirsən deyə hamı qəbullansın. Bu şəxsi həyat da deyil, şəxsi həyat gizli olur. Əslində, anan bilməli idi ki, övladı var. Onun etdikləri sabah övladına zərər verə bilər. Birincisi, gərək bu yolla məşhurlaşıb pul qazanmağı seçməzdi, övladını düşünürdüsə. İkincisi, səni də öz yanında reklam etməzdi. Kəmalə Günəşlinin oğlu olmaq, yəni tanınmış bir simanın oğlu olmaq sənin üçün necə bir hissdir? Məncə yaxşı bir hissdir. Niyə? Çünki necə deyim sizə, yəni Üçüncüsü isə sənə qalıb. Ya gərək hər şeyi qəbullanıb, nə desələr gülüb keçəsən və ya özün işləyib, qazanıb, özünə sərbəst həyat qurasan ki, minnət hissi ilə yaşamayasan. necə deyim sizə, yəni əziyyətimizi yəni anamız çəkir. Yəni bir dediyimizi iki eləmir, yəni bildiniz necə? Yəni nə deyirik, deyir hə, yaxşı, yəni necə deyim. Ondan sonra yəni bizi bu böyüdüb da, yəni əziyyətimizi bu çəkib, bildiniz necə? Zəhmətkeş anadır ana. Bəli, əlbəttə ki. Yəni nəyisə əksikliyini hiss elətdirməyib, belə deyə bilərəm. Hörmətli insanlar, ya valideyn olmayın, ya da elə həyat tərzi yaşayın ki, övladlarınızın həyatına zərər verməsin və sizinlə onu saxladığınız üçün yox, başını uca tutduğunuz üçün fəxr etsinlər. Əziz izləyicilər, bəs siz bu məsələyə necə yanaşırsınız? Belə qadınların və ailələrin məşhurlaşması cəmiyyətə necə təsir edir? Fikirlərinizi yazmağı unutmayın.